Ən yaxşı səsə və müğənnilik bacarığına malik olan bürclər arasında aşağıdakılar xüsusilə seçilirlər. Buğa. Buğa bürcü səsi ilə tanınır. Onların səsi adətən yumşaq, cazibədar və musiqiyə qarşı təbii istedada malikdir. Venus planeti tərəfindən idarə olunduqları üçün musiqi və incəsənət onların təbiətinə uyğundur. Çox zaman gözəl vokal texnikasına malik olurlar. Əkizlər. Əkizlər bürcünün səsi çox çevik və emosional ola bilər. Onlar tez öyrənirlər, fərqli üslublarda oxuya bilirlər. Danışıq və səs tonu ilə oynamağı bacardıqları üçün səhnədə olduqca cəlbedici görünürlər. Tərəzi. Bu bürc də Venus tərəfindən idarə olunur. Bu da onlara estetik duyum və musiqi zövqü verir. Tərəzilər ahəngli və tərbiyəli səsləri ilə seçilə bilər. Həm də səhnə davranışları güclü olur. Şirlər səhnədə parıldamaq üçün yaradılıb. Onların səsi çox vaxt güclü, təsirli və diqqət çəkici olur. Şir bürcü olan müğənnilər öz enerjiləri və artistik performansları ilə fərqlənirlər. Balıqlar. Balıqlar musiqi ilə duyğularını ifadə etməyi sevirlər. Onların səsi emosional və ruhlandırıcı ola bilər. Ruhani və hiss dolu mahnılar oxumaqda çox bacarıqlıdırlar. Qısa məsləhət. Əgər bu bürclərdənsənsə və musiqiyə marağın varsa, səs təlimləri ilə bacarığını inkişaf etdir. Çünki təbii potensialın ola bilər.